dəqiqə indi mən girmişəm Milli Onkologiya Mərkəzinə. Yəni ki, mən xahiş elədim ki, mənə maska versinlər xəstə yanına getmək üçün. Deyirlər, balnisiyada yoxdur. İndi mən məcburam buradan qayıdım, gedim, bir də maska taxım. Amma halbuki, yəni onkoloji xəstələr üçün ümumiyyətlə, kim olur olsun, əməliyyatdan sonra kimin yanına əgər xəstəxanada girirsənsə, maskanın olmağı bu çox bir zəruri haldır. Bu qədər qəlbdən qəlbə. Hələ davam eləyir burada sərgüzəştlərimiz. Hələ əlavə olduqca deyirəm də. Bax, yemək təminatı çox zəif. Həkim pasiyentə deyir ki, sən yumurta yeməlisən. Halbuki həmən o yumurtanı verən burada yoxdur. Baxın, yəni xəstəxanada hər pasiyentə bu cürlə kateter vurulur. Yəqin ki, bilirsiniz də, düz deyil. Sonra da zəruriyyət əsasında ora müəyyən sistemlər qoşulur. Bu cürəbəcür ola bilər, ringer ola bilər, natriflər ola bilər, yəni vitaminlər vururlar, hətta sistem vasitəsilə müəyyən antibiotiklar da vura bilərlər, hər bir şey. Halbuki, bax, məsələn, həmən pasiyent, özünü göstərmirəm, amma indi mənə inanırsınız, bilirsiniz də, şikayət edir ki, artıq neçincisini də ona qoşurlar, hamısı gedir yanındakı olan yataq yerinə yaş olur, yəni oradan buraxır. Halbuki gəlib o ilə maraqlanan yoxdur, bu deməkdir ki, boşuna gedir. Bu dəqiqə onu vurulan həmən o sistemlər. Bir də ki, qutaranda da gəlib çıxartan yoxdur. Və ya mən buradaydım, özüm bunların üstünə düşdüm. Gəlin də, gəlin görürsünüz ki, yəni ki, bu adam qutarıb sistemi 1 saatdır, amma hələ də oradadır. Təmizlik məsələsinə gələk. Bax, pasiyent şikayət edir, bu da burada ki, 3 gündür balışsız yatır. Nəyə görə? Çünki birinci gün ona verdiyi balış üzünün üstündə əməlli başlı qan ləkələri var idi. Qan ləkəsi olan yerdə indi insan iyrənər də, sözsüz ki, düzdür. Xahiş eləyib, dəfələrlə dəyişən yoxdur. Axır ki, özü gedib burada tapıb, təsəvvür edirsiniz, əməliyyatdan sonra adam özü gezə bilməyə gedib tapıb ki, burada harada o təsərrüfat işlərinə baxan var. Orada da bir dənə rus arvad oturmuşdu, sağ olsun. Yəni dəyişib, verib buna həmən o balış üzünü. Yəni, ümumiyyətlə, təmizlik işləri gördüyümüz kimi biabırçılıq bir vəziyyətdədir. Hələ ən əsasları gördünüzdür, yəni ki, bu dəqiqə hal-hazırda həmçinin təmir işləri gedir. Baxın, bir yandan xəstələr, bir yandan da burada fəhlələr. Təsəvvür edirsiniz, baxın, baba belə. Burada təmir işləri aparılır.